Salamlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə 17 may tarixində Güvən Nəşriyyatının 4-cü ixtisas qrupu üzrə biologiya fənnindən hazırladığı və təşkil etdiyi sınağın izahını verəcəm. Qeyd edim ki, bu PDF mənə aid deyil. Sınağın sualların PDF-ini mənə abituriyentlər göndərib və izahını xahiş ediblər. Əgər bu hansısa müəllimə məxsusdursa, haqqını halal eləsin və birinci suala baxaq. Gənələrin aid olduğu sinifin nümayəndələrində olmur. Bildiyimiz kimi gənələr hörümçək-kimlər sinifinə aiddir. Hörümçək-kimlər sinifində arteriya damarı var, lakin vena yoxdur. Ürəyə gələn qan 3 cütdəlikdən ürəyə tökülür. Düzünə, burada mən bunu işarə edim. Düzünə inkişaf təbii ki var. Diri bala doğma var, məsələn əqrəblərdə, bor şəkilli ürəkləri var, lakin bığcıq yoxdur. Cavab olur C variantı. İndi ikinci suala baxaq. Şəkilə əsasən verilən ifadələrdən hansı doğrudur? Burada gövdənin daxili quruluşu verilib. 1 ilə özək, 2 ilə oduncaq, 3 ilə kambit, 4 ilə qabığın flayema qatı hissəsi, 5 ilə isə mantar qeyd olunmuşdur və bizdən doğrunu soruşur. 5 rəqəmi ilə verilən hissə flayemadır. Xeyr, bu 5 rəqəmi ilə verilən hissə əslində mantardır. 4 rəqəmi ilə verilən hissə meristem toxumasından təşkil olunub. Bu flayema qatıdır. Flayema qatında flayema boruları var, yəni ötürücü toxumadır və flayema lifləri var, mexaniki toxumadır, yəni meristem deyil. Meristem 3-cü qatda kambidə ola bilər. C-yə baxaq. 3 rəqəmi ilə verilən hissə illik halqaların əmələ gəlməsində rol oynayır. Bəli, illik halqalar kambidən əmələ gəlir, lakin oduncaqda görürük biz onları. C variantı doğrudur. Gəlin D variantına baxaq. 1 rəqəmi ilə verilən hissə mexaniki toxumadan təşkil olunub. Bildiyimiz kimi özək əsas toxumadan təşkil olunub. 2 nömrəli hissədə üzvü maddələr hərəkət edir. Bildiyimiz kimi oduncaqda ksilema boruları olur və qeyri-üzvü maddələr hərəkət edir. Keçək 3-cü suala. Hansı rəqəmlə verilən canlılardan hansının inkişafı dolayı yolla baş verir? Bunu soruşur. Bildiyimiz kimi quşlarda inkişaf düzünədir. Ona görə biz deməli 1-i götürmürük. Bizə dolayı lazımdır. Deməli, həşəratların inkişafı ümumiyyətlə bütün həşəratlarda sürfə mərhələsi olduğu üçün dolayıdır. Sonra qurbağada sürfə mərhələsi var, dolayıdır. İtdə yoxdur. Çərtkədə sürfə mərhələsi var, dolayıdır və kərtənkələdə sürfə mərhələsi yoxdur. 2, 3, 5 və cavab olur B variantı. Keçək növbəti suala, 4-cü suala. Meyvəyanlığı 2 taycıqdan ibarətdir. Bildiyimiz kimi taycıqlara biz buynuz meyvə və paxla meyvədə rast gəlirik. Deməli, biz buradan məsəl üçün 2 deməli soya paxla meyvədir götürərik, noxud götürərik və akasiyada paxla meyvədir. Bunlarda taycıqlar vardır. 2 taycıq və toxumlar da taycıqda yerləşir. Cavab olur 3, 4, 6 və B, yox, 3, 4, 6 C variantı. C variantı. Davam edək. Soxulcanın hərəkətində iştirak edən əzələlər, yəni A və B ilə işarə olunmuşdur. Şəkil əsasən doğru fikri və ya fikirləri müəyyən edin. Şəkildən görürük ki, A əzələləri həlqəvi əzələlərdir, B əzələləri isə uzunna əzələlərdir. İndi baxaq görək bizə nə deyir. A və B əzələləri eyni anda yığılır. Bildiyimiz kimi soxulcanın hərəkəti uzunna və həlqəvi əzələlərin növbəli yığılması hesabına baş verir. Yəni bu fikir səhvdir. A uzunna, B həlqəvi əzələlərdir. Əksinə A həlqəvi, B uzunna əzələlərdir. Yəni 2 səhvdir. Artıq 3 onda avtomatik düz olur. B əzələləri yığıldıqda bədən nazikləşir. Bildiyimiz kimi həlqəvi əzələlər yığılanda bədən nazikləşir və uzanır. Uzunlu əzələlər yığılanda isə B əzələləri bədən deməli qısalır və yoğunlaşır. Ona görə də 4-dəki fikir səhvdir, lakin 5-də A əzələləri yığıldıqda bədən nazikləşir fikri doğrudur. Cavab olur 3 və 5, yəni B variantı. Keçək növbəti suala. Şibyələrin tərkibində ola bilməz. Bildiyimiz kimi şibyələr yosunlarla göbələklərin və ya siyanobakteriyalarla göbələklərin simbiozundan yaranır. Göbələk hər iki halda olduğu üçün mitseli olacaq. Sonra
Əgər xlorofil pigmenti də var, təbii ki, sianobakteriya və ya yosunlarda xlorofil pigmenti də var. Və yosunlarda xlorofil pigmenti xromatoforda yerləşir. Göbələk varsa liflər də var, lakin xloroplast ali bitkilərdə olur. Ona görə də biz şibyənin tərkibində yalnız yosunlara, bitki kimi yosunlara, ibtidai bitkilərə rast gəlirik. Ona görə də xloroplast olmaz. 7-ci sual. Cədvələ əsasən X plus Y ifadəsinin qiymətini tapın. Noxud bitkisinin çiçəklərində olan bitişik erkəkçiklərin sayı 36 verib və bildiyimiz kimi noxud paxlalı bitkidir və bitişik erkəkçik sayı 9-dur. 36-nı 9-a bölərik. Burada 4 çiçək var və qayıqçıq 2 ləçəyin birləşməsindən yaranır. Lakin hər çiçəkdə 1 ədəddir. Ona görə də 4 çiçəyin 4 qayıqçığı olur. Yelkənlərin sayı isə yelkən sərbəst 3 ləçəkdən biridir və hər çiçəkdə 1 ədəd olduğu üçün 4 çiçəkdə 4 ədəddir. X plus Y deyəndə 4 plus 4, bu da eləyir 8. Cavab olur C variantı. Keçək növbəti suala. 8-ci sual. Çovdar bitkisi haqqında verilən fikirlərdən hansı doğrudur? Deməli, çovdar iki evli bitkidir fikri təbii ki, yanlışdır. Nəyə görə? Çünki çovdar bir evli bitkidir. Dişicik və erkəkcik bir bitkinin üzərində yerləşir. Birinci səhvdir. İki cinsli çiçəyə malikdir. Bəli, onun erkəkciyi və dişiciyi eyni çiçəkdə yerləşir. Çiçəkli bitkidir. Bəli, çovdar çiçəkli bitkidir. Birləpərlər sinifinə aiddir, taxıllar fəsləsinə aiddir. Üçü də götürürük. Bir cinsli çiçəyə malikdir. Xeyr, biz 2-də dedik ki, o iki cinsli çiçəyə malikdir. Bir evli bitkidir. Bəli, dişicik və erkəkcik bir çiçəyin üstündə və hətta bir bitkinin üzərində yerləşdiyi üçün bir evli bitkidir. Cavab olur C variantı. Deməli, cədvələ əsasən X plus Y plus Z ifadəsinin qiymətini müəyyən edin. Burada verilib ilbiz, göl ilbizi. Ayaq sayı ilbizdə bildiyimiz kimi bir ayaq var, qarın ayaqlara aiddir və ayaq qarın nahiyəsinə birləşmişdir. Ürək kameraların sayı 2-dir, lamisə çıxıntılarının sayı da 2-dir və bunları toplayanda cavab eləyir 5 və D variantı. Növbəti suala baxaq. Sap qurdların nümayəndələrinin törətdiyi xəstəlikdir və biz bilirik ki, qəbulda bir sualımız qurdlardan olacaq. Deməli, Echinokokos Echinokokun törətdiyi xəstəlikdir. Bu da yassı qurdlara aiddir. Askaridoz askaridin törətdiyi xəstəlikdir. Sap qurddur. Teniarinxoz öküz salterinin törətdiyi xəstəlikdir və yassı qurdlara aiddir. Ankilostomoz isə sap qurdların törətdiyi xəstəlikdir. Çünki ankilostomanın törətdiyi xəstəlikdir. Cavab burada olur 2-4, yəni B variantı. Yaşıl quş mamırının hansı rəqəmlə göstərilən hissəsi həm ana, həm ata bitkinin əlamətini daşıyır. Bu, mayalanmadan yaranan, yəni ziqotdan yaranan hissələrdir və həmin hissələr ziqotdan yaranır 2N xromosom dəstinə malik qutucuq və 2N xromosom dəstinə malik ayaqcıq. Ona görə də biz 1-2 olmaqla burada cavabı götürəcəyik. Y variantı. 12-ci sual. A və B canlısının hər ikisində olur. A-da xərçəng verilib, B-də hörümçək verilib. Deməli, biz burada baxırıq, düzünə inkişaf deyəndə, düzünə inkişaf, yəni sürfə mərhələsi yoxdur. Elə düzünə inkişaf burada doğru cavabdır. Yəni, o birilərinə baxaq. Qəlsəmə hər ikisində yoxdur, yəni hörümçəkdə yoxdur. Kisə şəkilli ürək hörümçəkdə yoxdur. Yaşıl vəzi hörümçəkdə yoxdur. Traxeya xərçəngdə yoxdur. Gəlin baxaq 13-cü suala. Verilən mülahizələrdən hansı neştərçəyə aid deyil? Qapalı qandamar sistemi var neştərçənin. Bu aiddir, bunu götürmürük. Ürəyi yoxdur, bəli, yoxdur, bu da aiddir. Mayalanması xaricidir, bəli, kürü tökürlər, balıqlar kimi, bəli, xaricdə mayalanır. Xüsusi hiss orqanı kəlləsinin başının olmamasına görə yoxdur, düzdür. Sinir sistemi düyünlü yox, boru şəkillidir. Çünki axı neştərçə xordallar tipinə aiddir. Xordallar tipində boru şəkilli sinir sistemi olur. 14-cü sual. Yanlış cavabı müəyyən edin. İnsanın gövdə skeleti. Gövdə skeleti dedikdə nə nəzərdə tutulur? Bir ədəd döş sümüyü, burada yazıram döş sümüyü, sonra döş fəqərələri, yox, onurğa sütunu, bağışlayın, gövdə, döş qəfəsi demir, bizdə gövdə skeleti deyir. Deməli, döş sümüyü, onurğanın bütün fəqərələri, onurğa və qabırğalar nəzərdə tutulur. İndi gəlin baxaq. Hərəkətli, bizdə yanlış ifadəni soruşur. Hərəkətli birləşmə əmələ gətirir. Bəli, onurğa sütununun birinci boyun fəqərəsi kəllənin ənsə sümüyünə hərəkətli birləşir. Buna görə yanlış ifadə dediyi üçün
Yanlış cavabı müəyyən edin. Bu doğrudur. Yəni bunu götürmürük. Yastı sümüklə birləşmə əmələ gətirir. Bəli, məsələn, onurğa sütunun oma fəqərələrində çanaq sümükləri birləşir. Bu yastıdır, bu da deyil. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir. Bəli, döş sümüyünə 2 ədəd körpücü sümüyü birləşir. Bu da çiyin qurşağına aiddir də, ön ətrafın qurşağına. Bu da doğru fikirdir. Qarışıq sümüklə birləşmə əmələ gətirir. Bəli, elə körpücü sümükləri qarışıq sümüklərdir. Borulu sümüklə birləşmə əmələ gətirir fikri yanlışdır. Çünki burada gördüyünüz gövdə skeletinə aid heç bir sümük boru şəkilli, yəni uzun borlu sümüklərlə birləşmə əmələ gətirmir. Ümumiyyətlə uzun borlu sümüklər ancaq ətraf skeletinin qurşağına birləşir, yəni gövdəyə birləşmir. Keçdik. Yosun, mamır göbələklər üçün ortaq cəhətdir. Deməli, hüceyrə divarı, bəli, hüceyrə divarı yosunla mamır bitkidirlər bunlar. Bitkidə də var, göbələklərin də hüceyrələrində var. Ortaq xüsusiyyətdir. Kök sisteminə malik olmaq, məsəl üçün yosunların kök sistemi yoxdur. Tutaq ki, elə bir dənə bunu görə atdıq. Xlorofil pigmenti məsələn göbələkdə yoxdur. Göbələklərin heç bir avtotrof qidalanmır. Spor əmələ gətirmək, yosunların da spor əmələ gətirəni var. Mamırlar da ali sporlu bitkilərdir. Və göbələklər də spor əmələ gətirir. 4-ü də götürərik. Leykoplasta malik olmaq, leykoplast plastitdir. Yalnız bitkilərdə olur. Göbələklərdə leykoplast olmaz və həmçinin ali bitkilərdə olur. 1-4 cavab olur C variantı. 16-cı suala gəlin baxaq. Şəkilə əsasən verilən ifadələrdən hansı yanlışdır? Sidik cövhərinin qatılığı C-də, yəni bu sidik kanalıdır. C-də çoxdur A-dan, onda da çoxdur B-dən. Bəli, sidik kanalına artıq son sidik xaric olur. Ona görə də sidik cövhəri ən çox C-dədir və A böyrək arteriyasıdır. Böyrək arteriyasına gələn qanın tərkibində sidik cövhəri çoxdur, təmizlənir və böyrək venası ilə çıxır da. Ona görə birinci düzdür. Yanlışı soruşur bizdən. Deməli, baxaq, mineral duzların miqdarına baxaq. Deyir ki, B-də C A-dan çoxdur. Ola bilərmi ki, biz böyrəyə zaten qan gələndə sidik cövhərindən mineral duzların suyun artığından təmizlənmək üçün gəlir. Ona görə də A-da böyrək arteriyasında mineral duzların miqdarı B-dən çox olmalıdır. Elə cavab olur B variantı. Deməli, keçirik 17-ci suala. Sekretor maddəsi bütöv bir hüceyrə olan vəzi. Bildiyimiz kimi, qarışıq sekresiya vəzlərindən yumurtalıqlar və toxumluqlar hüceyrə istehsal edir. Bu, onların xarici sekretor funksiyasıdır. Deməli, biz burada ya yumurtalığın hazırladığı, qanı ifraz etdiyi hormonu, ya da deməli, toxumluğun hormonunu tapmalıyıq. Deməli, burada progesteron, deməli, yumurtalıqların hazırladığı hormondur. Cavab olur C variantı. Deməli, baxaq görək, 17-ci sual da getdi. 18-ci sual. Deməli, aşağıda refleks qövsünün hansı rəqəmlə işarələnən hissəsi Pavlova görə anazoton hissələrinin və Seçenova görə baş beyin reflekslərinin mərhələlərinin hər ikisinə aiddir. Pavlova görə anazoton hissələri hansı idi? Deməli, reseptor, sonra hissi yol və yaxud da sinir və mərkəz, üçüncü mərkəz idi. Seçenova görə isə birinci olurdu yenə reseptor, ikinci olurdu mərkəz, üçüncü olurdu işçi orqan. İndi biz baxırıq ki, reseptor hər ikisində var. Birinci hissə reseptordur, ona görə bir hər ikisində var. Və mərkəz hər ikisində var. Pavlovda mərkəz 3-cü yerdə dayanır, amma Seçenovda mərkəz 2-ci yerdə dayanır. Fərqi yoxdur. Bizə deyir olsun. Ona görə də bir də mərkəzi götürürük. 1-3 cavab olur A variantı. Fikir verin, hissi yol burada deməli Pavlovda var, Seçenovda yoxdur. Hərəki yol heç birində yoxdur. İşçi orqanda Seçenovda var, Pavlovda yoxdur. Ona görə basən 5-i götürə bilmirik, 4-ü və 2-ni götürə bilmirik. Keçdik. 19-cu sual. Cədvələ əsasən insanda A-B ifadəsinin maksimum qiyməti 60-a bərabər olarsa, bu müddət ərzində əmələ gələn yönəlici cisimciklərin sayı neçə olar? 28 günlük aybaşı sikli zamanı, aybaşıdan sonraki faza, ikinci fazanın davam etmə müddəti 9-10 gündür. Aybaşı fazasının davam etmə müddəti 4-5 gündür. Maksimum fərq burada 10-dan 4 çıxaramsa alınar. Bu deyilir 6. Bir aybaşı yuxarıdan indi yazacağım bunu. Bir aybaşı siklində bu fərq edir 6. Neçə aybaşı siklində bu fərq 60 eləyər? X də bərabərdir 10 aybaşı sikli baş vermişdir. Və 10 aybaşı siklində hər aybaşı siklində bir yumurta hüceyrə və 3 yönəlici cisimcik yaranır. 10 aybaşı siklində yaranan yönəlici cisimciklərin sayı 10 vur 3 bərabərdir 30. 19-da cavab olacaq A variantı.
Burada bizdən soruşur ki, sxemdə müasir bitkilərin əsas qruplarının xüsusiyyətləri göstərilmişdir. Və hər iki qamet hərəkətsiz olsun. Hər iki qamet hərəkətsiz yalnız iki şöbədə görürük. Çılpaq toxumlar və örtülü toxumlar. Onların dişi qameti yumurta hüceyrədir, hərəkətsizdir. Erkək qameti spermidir, hərəkətsizdir. Və örtülü toxumlarla çılpaq toxumları bu hissədən tanıya bilərik. Toxum əmələ gətirir, deməli N-dən C. Cavab olur Y variantı. 21-ci suala baxaq. Başlanğıc sayı 3 olan bakteriya 2 saat ərzində bölünməyə məruz qalmışdır. Birinci saatda bakteriyaların bölünməsi maksimum sürətlə getmişdir. Bildiyimiz kimi bakteriyalar deməli 20-30 dəqiqə müddətində bölünür. Maksimum sürət deyəndə 20 dəqiqədən hesablayacağıq. Və birinci saat belə olub. 1 saatın içərisində də 3-20 dəqiqə var. O zaman biz düsturumuz var idi. Başlanğıc bakteriya sayını vurarıq. 2-nin üstü N. 2-nin üstü N-də N-i necə hesablayırdıq biz? N bərabərdir T bölək 20 dəqiqədən bir götürəcəyik birinci bölünməni. Burada zaman, yəni 60-ı bölərik 20-yə, o da eləyir 3. Yəni 20 dəqiqədən bir bölünəndə N nəsil 3 olur. 2 üstü 3. 8, 3-ə vuranda 24. 24 bakteriya birinci saatda əmələ gəldi. Sonra deyir ki, ikinci saatda bu artıq minimum sürətlə, yəni saat 30 dəqiqədən bir. O zaman ikinci saatda, yəni 1 saatda 2 dənə 30 dəqiqə olduğu üçün 24 dənə bakteriya birinci 30 dəqiqədə olacaq 48 bakteriya, ikinci 30 dəqiqədə olacaq 96 bakteriya. 96 bakteriya əmələ gələcək. Bizə deyir ki, sonuncu bölünmədə cəmi neçə fərd iştirak edir? Hə, bu əmələ gələn bakteriyadır. Sonuncu bölünməyə bax bu 48 bakteriya məruz qalıb. Ona görə də deyəcək ki, sonuncu bölünmədən 48 bakteriya yaranır. Cavab olur B variantı. Hansı boşluğa 2 rəqəmini yazmaq olmaz? Ev itinin arteriyalarında 2 növ, bəli, qan axır, düzdür. Deməli, məsələn, ağciyər arteriyasında venoz qan axır, məsələn, digər arteriyalarında arterial qan axır. Göyərçinin ürək boşluğunda 2 növ qan olur. Sağ tərəfdə venoz, sol tərəfdə arterial. Ev itinin çiyin qurşağında 2 növ sümük Ev itin çiyin qurşağına 2 növ sümük aiddir. Xeyr, ev itində yalnız kürək sümüyü olur. 1 növ sümük aiddir. Cavab elə C-dir. Timsahın ürək boşluğunda 2 növ qan olur, çünki onun tamara kəsməsi var. Xanı balığının onurğası 2 şöbədən ibarətdir, gövdə və quyruq. Cavab C variantı. Erkək qıcının yarpaqlarının altında qametlər əmələ gəlir. Bildiyimiz kimi qıcılarda, yəni yetkin bitki qamet əmələ gətirmir, sporofit nəsildir. Yəni ona görə bir səhvdir. Mayalanması cinsi nəsil üzərində, yəni protal üzərində gedir, doğrudur. Sporları yarpağın altında sporangilərdə yaranır, bu da doğrudur. Yetkin fərdi qeyri-cinsi nəsildir, bu da doğrudur. Aha, protalı heterotrofdur, xeyr. Protalın xlorofil pigmenti var, avtotrofdur. 2, 3, 4. 24-cü sual. Həm bitki, həm bakteriya hüceyrəsində ola bilər. Nüvə bakteriyalarda yoxdur. Bakteriyalar prokaryotdur. Amma hər 4 aləmdə plazmatik membranı onsuz da biz görürük. Hüceyrə divarı həm bitkilərdə, həm də bakteriyalarda var. Vakual bir membranlı orqanoiddir. Bakteriyalar membran quruluşlu orqanoidi yoxdur. Plastit də ancaq bitkilərdə olur, ali bitkilərdə olur. Yəni bakteriyalarda yoxdur. Ona görə cavab olacaq 2, 3. 25-ci sual. Doğru ifadələri müəyyən edin. İnsanın döş qəfəsi 2 cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirir. Döş qəfəsi deyəndə biz döş sümüyünü, döş fəqərələrini, bir də deməli qabırğaları nəzərdə tuturuq. Baxaq görək. Deməli 2 cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirir. Xeyr, döş qəfəsinə 2 cür sümük iliyi olan sümüklər uzun borulu sümüklərdir. Yəni ətraflarının sərbəst hissəsidir. Biz deməli belə birləşmə görmürük. Cəmi 4 sümüklə birləşmə əmələ gətirir. Bu doğrudur. Çünki döş sümüyünə 2 körpücük birləşir və döş fəqərələrinə 7-ci boyun 1-ci bel fəqərəsi birləşir, eləyir 4. Ətrafların skeleti ilə birləşmə əmələ gətirir. Burada ətrafların sərbəst hissəsi yoxdur. Amma bəzi uşaqlar deyir ki, burada sərbəst var idi. Amma mən hal-hazır ki, əlimdə olan varianta görə deyəcəm. Ətrafların skeleti ilə birləşmə əmələ gətirir. Əslində bu doğrudur. Çünki döş sümüyünə birləşən körpücük sümükləri ətrafların skeletinə aiddir. 3-ü də götürdük. Burada biraz qaralama oldu. Yəni 2, 3. Yaslı sümüklə birləşmə əmələ gətirir. Baxaq görək. Burada yaslı sümüklə birləşmə görürük.
Xeyr, görmürük. Yastı sümük nə körpücük yastı deyil, nə 7-ci boyun yastı deyil, nə 1-ci bel yastı deyil. Cüt sümüklə birləşmə əmələ gətirir. Bəli, körpücük sümük cüt sümükdür. Deməli, burada 2, 3, 5 olur. Burada bir də yazım. 2, 3, 5. Hal-hazırki əlimdə olan varianta görə. 26-cı sual. Sağlam insanın 3 nüvəli qaraciyər hüceyrəsində cəmi neçə xromosom olur? Bildiyimiz kimi qaraciyər çox nüvəli hüceyrələrə sahibdir və somatik hüceyrədir. 3 nüvədə, yəni qaraciyər hüceyrəsinin 3 nüvəsində 3/46 xromosom olur. Bu da deməli neçə edir? 138. Növbəti suala baxaq. Deməli, 27-ci sual. Uyğunluğu müəyyən edin. Çoxalma üsulu. Tumurcuqlama spor 2-yə bölünmə. İnfuzor tərliyi 2-yə bölünməklə hər 24 saatdan bir çoxalır. Mukor göbələyi sporla çoxalır. Şirin su hidrasının qeyri-cinsi çoxalması tumurcuqlanmadır. Adi amöb 2-yə bölünür və istənilən istiqamətdə. Maya göbələyi də tumurcuqlanma yolu ilə çoxalır. Bu Y variantıdır. Yeni yaxşı yazmadım. Deməli, indi gəlin situasiyaya baxaq. Hamiləliyin 4-cü ayı müayinə olunan qadının bətnində 2 dölün olduğu müəyyən olundu. Əla. 2 əkiz var burada. 2 əkiz var. Və bu döllər ayrı-ayrı ciflərin daxilində. Bir dəqiqə mən bunu bir yaxşı vəziyyətə gətirim. Və bu döllər ayrı-ayrı ciflərin daxilində yerləşir. Bu döllərin əmələ gəlməsində iştirak edən qametlərin sayının ciflərin sayına olan nisbəti. Özü deyir onsuz da 2 əkizdir və hərəsinin öz cifti var. Deməli, cift 2-dir və bunların hərəsinin ayrı-ayrılıqda ciftləri varsa, bunlar müxtəlif yumurta əkizləridir. Və hər əkizin əmələ gəlməsində bir yumurta hüceyrə və bir spermatozoid olmaqla, deməli, 4 qamet iştirak edib. Hər 2 yumurta hüceyrəni fərqli-fərqli spermatozoidlər mayalandırıb. Deməli, 4-ün 2-yə qametlərin ciftə nisbəti, bu da edir 2-nin 1-ə nisbəti. 29-cu sual. Döllərin eyni və ya müxtəlif yumurta əkizi olduğunu fikrinizə bildirməklə yazın. Bunlar müxtəlif yumurta əkizləridir. Yaza bilərdiniz ki, bunların hərəsinin ayrı-ayrılıqda ciftləri olduğu üçün bunların müxtəlif yumurta əkizi demək olar. Çünki eyni yumurta əkizlərin bir cifti olur. Sonra 30-cu sual. Döllərin inkişafı zamanı ananın hansı müvəqqəti daxili sekresiya vəzlərinin fəaliyyəti? Hamiləlik dönəmində bildiyimiz kimi ilk 3 ay sarı cisim müvəqqəti sekresiya funksiyası yerinə yetirir. Amma növbəti 6 ayda isə, yəni əslində 4-cü aydan etibarən, daha doğrusu 3-cü aydan etibarən cift yaranır. Lakin 4-cü aydan etibarən cift qana hormon ifraz edir. 6 ayda cift müvəqqəti daxili sekresiya funksiyası yerinə yetirir. Burada bir məlumatı nəzərinizə çatdırım ki, hamiləlik olmayanda aybaşı siklində bildiyimiz kimi cəmi 14 gün sarı cisim hormon ifraz edir qana. Amma hamiləlik baş tutanda ilk 2 ay rüşeym dövründə sarı cisim qana müvəqqəti olaraq hormon ifraz edir. 3-cü ayda da artıq bilirsiniz ki, 3-cü ay olur döl dövrü. 1 ayda döl dövründə, yəni cəmi 3 ay. Bunun 2 ayı rüşeym dövrüdür. Rüşeym yazıram. Rüşeym dövrü. Bir ayda döl dövründə qana hormon ifraz edir. Amma 6 ayda döl dövründə cift qana hormon ifraz edir. Belə, ümid edirəm anlaşıqlı oldu. Diqqətiniz üçün təşəkkür edirəm.